Pərvin Ağasiyev, bəli, Siyəzən rayon sektor müdiri vəzifəsində 2019-2021-ci illərdə çalışıb. Çalışdığı müddət ərzində kifayət qədər nöqsanlar var idi, ciddi nöqsanlar var idi. Məhz bu səbəbdən də Siyəzən rayon icra başçısı Novruz Novruzov qərar qəbul eləmişdi ki, bunu müqaviləsinin vaxtını artırılması. O vaxtı belə bir, yəni hələ ki regionlar yox idi deyənə, başçıların səlahiyyətində idi müqavilənə vəzifəyə təyin eləmə. O cümlədən də Siyəzən rayon sektor müdirinə. Və sonradan o vaxt münasibətlərimiz yaxşı idi. Mənə müraciət elədi ki, zəng elədi, dedi ki, sabahdan mənim müqaviləmin vaxtı bitir, mən artıq sektor müdiri deyiləm, mənə kömək elə və s. və axır. Həmən ərəfədə də açığı mən bilmirdim hansı nöqsanlarına görə başçı bunu uzaqlaşdırır, məlumatım yox idi. Sonradan mənə məlum oldu. Mən ona dedim ki, mən sənə kömək eləyəcəm. Çünki dövlətimizin də, prezidentimizin də gənclərlə bağlı siyasəti var. Və hesab eləyirdim ki, Novruz o məsələdə qərəzlidir. Öz adamları var o məqsədlə də. Qərəzli şəkildə bunun vaxtını artırmır. Və təbii ki, belə olan halda petisiya start verdik. Siyəzən rayon sakinlərinə, o cümlədən əməkdar fəxri adı olan müəllimlərə, həmçinin veteranlara, qazilərə, digər şəxslərdən imzalar topladıq. Təbii ki, ərizələr yazıldı, aidiyyatı üzrə ölkə başçısına, Mehriban xanıma, digər aidiyyatı qurumlara göndərildi məktublar. Və sonradan mənə adını çəkmək istəmirəm, icrada mühüm vəzifə daşıyan bir şəxs zəng elədi və dedi ki, icra başçısı Novruz müəllim deyir ki, vaxtı artırılır, narahatçılığa əsas yoxdur, növbəti bir ilə də işləyəcək. Bax, belə oldu məsələ. 27 apreldə mən şəxsimə məxsus profil səhifəsindən bir yazı paylaşdım. Hansı ki, o yazımda qeyd edirdim ki, Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdür müavini Pərvin Ağasiyev və Keyfiyyətə Tədrisin Nəzarət Şöbəsinin müdürü Aynurə Dadaşovanın tutduqları hal-hazırdakı vəzifələr qanunsuzdur. Çünki onların heç biri dövlət qulluğundan keçməyib. Və bunu da əsaslandırırdım. Çünki bizim ölkə qanunlarla idarə olunur. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 1840 sayılı fərmanı var. Orada açıq şəkildə qeyd olunur ki, dövlət qulluğundan keçən şəxslər, daha doğrusu, yəni dövlət imtahan mərkəzində müsabiqədə iştirak etməlidir. Ondan sonra təbii ki, onların yolu açılır. İstədikləri dövlət qulluğu, vakansiya təbii ki, çıxmalıdır. Həmən vəzifəni tuta bilərlər. Çox təəssüflər olsun ki, biz bunu Aynurə Dadaşovada, istər Pərvin Ağasiyevdə görmürük. Çünki onu himayə eləyən Eşqi Bağırovdur. Dəfələrlə bizlərin müraciəti olub rəsmi, cavab ala bilmirik məktublarımıza. Eyni zamanda da prezidentimizin vətəndaşları müraciətlə bağlı sərəncamı da çeynənilir, kobud şəkildə pozulur. 3 halda müsabiqə keçirilməlidir dövlət qulluğundan bağlı. Regionlara bu səlahiyyət verilir. Daxili müsabiqə və ümumi müsabiqə. Amma çox təəssüflər olsun ki, bu da olmadı. Çünki bu müsabiqələr keçiləndən sonra namizədlər arasında seçilən namizəd dövlət imtahan mərkəzinə məlumat verilir barəsində. Və bundan sonra təbii ki, regionalın səlahiyyətində olan məsələdir, tutduğu vəzifəni icra edə bilər. Biz bunu görmürük. Bir ay müddətində vakansiya çıxarılmalıydı vəzifə, bunu da görmədik. Daxili, ümumi müsabiqə keçirilmədi, bunu da görmədik. Qeyri-qanuni olaraq Aynurə Dadaşova, Pərvin Ağasiyev hal-hazırki strateji mühüm postlarında öz işlərinə məşğuldular. Pərvin Ağasiyev 2019-cu ildən dövlət qulluğundadır. Belə bir cavab veriblər Oxas xəbər portalına. Mən redaktoruna da, həmən jurnalistlər öz minnətdarlığımı bildirirəm. Orada şablon bir cavab verilib. Eyni zamanda da qəbul eləyirlər bilmədən və yaxud da bilərəkdən öz nöqsanlarında. 2019-cu ildən Pərvin Ağasiyevin dövlət qulluğunda çalışdığını bildirirlər. 2019-cu ildə Novruz Novruzov tərəfindən siz də yazımı yazın ətraflı, hansı şəkildə, nə şəkildə dövlət qulluğu verildi ona, o vaxt icraların səlahiyyətində elə komissiya təşkil olundu və dırnaq içində namizədlərdən bir nəfər seçilir və ona dövlət qulluğu verilir. Amma
Qanun bunu deyir ki, Dövlət İmtahan Mərkəzində müsabiqədə iştirak etməlidirlər ki, bu rəsmiləşsin. Çünki Dövlət İmtahan Mərkəzi tanımırdı icra hakimiyyətlərinin verdiyi dövlət qulluğunu. Və Pərvin Ağasiyev də müsabiqədə iştirak eləmir. Alt sistemdə Dövlət İmtahan Mərkəzində bu barədə heç nə yoxdur. Aynura Dadaşovaya gəldiksə, ümumiyyətlə adı çəkilən şəxs istər dövlət qulluğu olsa, hər hansı bir icra hakimiyyət tərəfindən verilən, istərsə də müsabiqədən keçmə iştirak etmə barədə biz hər hansı bir fakta rast gəlmirik, yəni yoxdur. Belə olan halda necə ola bilər ki, iki mühüm postu bu insanlar tuturlar. Məndə olan məlumata görə kızı Abşeron Regional Təhsil İdarəsinin müdürü İlhamə xanım Coşqun müəllimlə münasibətləri var, mavin olub ona, zəng eləyib, xahiş eləyən şəxslərdən də biri odur. Biz dəfələrlə müxtəlif xəbər portallarına, o cümlədən Diyazda, digər xəbər portallarında İlhamə xanımın qanunsuzluqları barədə xəbərlərə rast gəlirik. Dayısının biznesmen olmağı, məhz bu səbəbdən də onun vəzifəyə təyin olunması və yaxud da təhsil imkanları və s. axır. Bu da qəbul edilmir. Çünki təhsil ümumiyyətlə biznes fərqli sahələrdir. Bizim iradımız, haykırışımız, narazılığımız budur ki, təhsildə rüşvət olmamalıdır. Gələcəyimiz olan fidanlarımız, şagirdlərimiz qanunlarımıza da nəzərdə tutulmuş şəkildə, rahat şəkildə təhsil almalıdırlar.